yolumuz Qarabağadır. Çiçəklərlə, daşlarla, ağaclarla danışmağa gedirəm. Bizi Hind arxında dostlarımız qarşılayacaq. Birlikdə Minkəndə gedəcəyik. Orada dostumuz Laçınlı, Laçının dostu İlqar bizi öz alaçığında qarşılayacaq. Artıq Şuşa, Laçın yolundayıq. Buraları keçən il gəzdim. Ona görə yan keçirik. Geri dönüşdə inşallah bir daha ziyarət edəcəyəm. Yolüstü Rusya indik. Burada səhər yeməyini yedik və yolumuza davam etdik. Bahar fəsli, yaz ayları gələndə süsənli sümbüllü, lalalı dağlar, yoxsulu, ərbabı, şahı, gədanı tutmaz bir-birindən aralı dağlar. Xəstə üçün təpəsində qar olur, hər cür çiçək açır, laləzar olur, çeşməsindən ab-ı həyat car olur, dağıdıb möhnəti məlalı dağlar. Yazın bir ayıdır, çox yaxşı çağın, kəsilməz çeşməndən gözəl yığınağın, axtarmam otalın, yağın, qaymağın, zəmbur çiçəyindən balalı dağlar. Yayın əvvəlində dönərsən xana, son ayda bənzərsən yetkin bostana, payızın zəhməri qoyur virana, dağıdır üstündən cəlalı dağlar. Gahdan çiskin tökər, gah duman eylər, gah gəlib gedəni peşiman eylər, gahdan qeyzə gələr, nahaq qan eylər, dinşəməz haramı halalı dağlar. Ağ xalət bürünər, zərnişan geyməz, heç kəsi dindirib keyfinə dəyməz, sərdara söz deməz, şaha baş əyməz, qüdrətdən səngərli qalalı dağlar. Köçər ellər düşər səndən aralı, firqətindən gül rəngimiz saralı, Ələsgər Məcnun tək yardan aralı, gəzər səndə dərdli, nalalı dağlar. Bizim maşınımız yatağa yaxınlaşa bilmədi. Onlar bizi gəlib alaçığa gətirdilər. Dostlarımız bizim üçün bir dıbır kəsmişdi. Çox ləzzətlə yedik, bərəkətli olsun. İlqarla Laçın heyvanların yanına getdilər. Biz də bir qədər ətrafı heyran-heyran seyr elədik. Artıq bəlli idi ki, getmək istədiyimiz yerə bizim maşın gedə bilməyəcək. Odur ki, bu saf ürəkli dostumuz İlqar bizi öz maşını ilə gəzdirməyə həvəslə girişdi. Yolüstü Ağbulaq şəlaləsinə bir salam verdik və Şəlvə dərəsinə yol aldıq. Onun altındasınız. Ay çok oldu. Şeytan madem sanıyorum. 。 . 。 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 . 。 。 . 。 。 . 。 。 . 。 。 。 。 。 . 。 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
Sen çok dedik. Onlara var kaldı. Artıq axşam düşdüyü üçün yol uzunu video çəkə bilmədim. Budur, biz indi dostumuz Laçının evində, yurdundayıq. Kebab bişirdik, çay dəmlədik, yedik, içdik. Sonra da qapısız, pəncərəsiz evdə yuxuya bənzər ab-hava içində yuxuya getdik. İnanın dostlar, səfərdən öncə məhz belə bir yerdə, bir ocaq başında fırlanmamı dəfələrlə xəyalımda canlandırmışdım. Bu sevinci bizə daddıran şəhidlərimizin ruhu şad olsun. Onların önündə min ehtiramla baş əyirəm. Onlar hər cürə hörmətə, izzətə, mükafata layiqdilər. Sən də Süsən kimi bəkdar olsan, sən də saf topa yarlarla zəlillik ürəyə ağrılar salar, zülmə dözənlərin sonu xar olar. Tikan təkçiyində yarağını, o vaxt qucaqlarsan gül budağını, insanı sarsılar göz yaşına alə, ah çəkən, of deyən yetməz kəmalə. Yaşa şair! Sağ ol. Həkim yatıb, həkimlə rəhət eləməyim. Artıq sabahdır. Dünəndən bəri hər sözümüzə şeirlə cavab verən, Nizami Gəncəvinin pərəstişkarı olan bu dostumuz haqqında ayrıca danışacağam. Onun adı Ramindir. Sanıram onsuz bu səfərin dadı duzu əskik olardı. Gözəlliyə bax. Ay, ona bax. Dağın o yüzden bax. Duman hələ ora basılır, görür. Ona bax. Sen de çıkacağım oraya. Oy, ay, harada bu duman hələ bax. Mı siz bura qorxmadınız Asus kimi aya gələcək bunu şaqqalayıb aparacaq. Ya görürler ki gəlsə də. Bu dağlar düzdür Kəlbə dərəsi. Şəlbə dərəsi buradır da yəni. Şeirlə də baburu şairdir. Sal bayır, uzun yol, silyaz, müxtəşən. Sizi gözlərimdən uğurladı çən. Hə. Elə zənn elədi bədnəzərəm mən. Çəkildi qarşımda yollarımla. Ata, yumurtanı qaynadaq yoxsa yağda bişirək, nə tərsin? Ha? Qaynadaq. Bazan su bir şəkil çək. Belə çəkil, sənin aparatından mən istifadə eləmirəm. Onların üçün dostlar, Nizaminin sözüne başlayıram. Döyüşdə məclisdə bir yerdə olsan, heç zaman ayrılmayaqsı dostlardan. Məclisdə keyfi kök damağı çağ ol. Siyasət məclisi qurulsa fəqət, orada hər yetinə vermə fürsət. Yanında hərzə söz danışmasınlar, səni də hörmətlə salmasın onlar. Yeməyi yemə dəniz kimi tək, yediyin olmasın acı dəniz tək. Qulaq ol, çox olsun gəlib sənin, dostun qulluğunda közələr sənin. Azgöz olma, sən deyildi bu saray, yalnız bir çörəklə alacağım pay. Bizdə fəthə qani olsan, düşün, günəşdən ki artıq deyilsən. Bulut kimi damcı ilə su al dənizdən, verəndə bol-bol ver, səxavətlə sən. Saxla əndazəvi qədərlə sayla, biraz ye, biraz yığ, biraz da payla. Bu cür yeyib, yığıb paylasan, bu dünyada sənə xoşbəxt deyərlər. Sağ ol şair, sağ ol. Şeirimizi O kitabda, həmin o rast kitabında Məmməd Arazın bir şeiri var. Orada deyir, baxdıqca dağlara, dərələrə mən qəribə fikirlər başıma gəlir. Bəzən ilk baxışda xoşa gəlməyən uçqunlar yamanca xoşlanır. Bir də görürsən ki, dağ dərəsində uçqunlar təzədir, təzad yaradır. 1000 illik təzadlar mənzərəsində uçqunlar yeni bir həyat yaradır. Ayırır bir dağı bir dağdan uçqun, qarın göz yaşını selə döndərir. Qartal yuvasını dağdan uçqun, bir düzü sonalıb gölə dönür. Bildir qabağında ağ da, qara da, haldır beləsə çatıb aparır. Ən güclü sayılan qayaları da gücsüzlər içinə atıb aparır. Uçqundan bir bulaq gəlir dərəyə, uçqun bir talanın sönən yazıdır. Uçqun təbiətdən nəyin sənəyə,
təbiət dilində etirazı var. Çox gözəl sözdür. Sağ ol, sağ ol. Əsl- Doğrudan da gözəl. Uçqun da bir etirazı təbiətə. Uçqun sağ ol. təbiətin etirazıdır. Təbiət obyekti qanunları yaradır da. Dərəyə uçqun bir talan, uçqundan məsələn gölün yaranma tarixi. O bilirsiniz də, Bəli. yəni qabağı kəsilir uçqunla əlaqədar, gəlir orada göl yaranır. O gözəlliyi. Kəndin hər nemətdən yenə var payı. Qayanın kəkotu, dağın qar payı. Uzanıb yatdığım çəmən, çarpayı. Nə yaxşı görüşdük, nə yaxşı yenə. Xəyalım bulud tək burdan ötəndir. Soruş saçındakı odan nədəndir? Yanmayıb qəlbimi yandıran təndir. Nə yaxşı görüşdük, nə yaxşı yenə. Hər yan cənnət olar, qəşəng baxsalar. Bağban can yandırsa, qəşəng baxsalar. Ay qəşəng həyətlər, gözəl bağçalar, nə yaxşı görüşdük, nə yaxşı yenə. Burada yəhərlənib minliyim bozdaş, kövrəlmə ürəyim, tab gətir, tablaş. Ömrümün ləzzəti aköhnə damdaş, nə yaxşı görüşdük, nə yaxşı yenə. Vurğundur bu yala, yamaca ənvər, meyl edər yarpıza, umaca ənvər. Ayquz otaram, balaca ənvər, nə yaxşı görüşdük, nə yaxşı yenə. İmanlar kəndinə gəlmişik, nə yaxşı da gəlmişik. Xoş gəlmişik. Var ol, çox sağ ol. Həmişə vətəndə. Orada ay səsi gəlirdi, indi uşaqlar ora gedirlər. Ayının ardınca gedir. Yeri göstereyim. Bozuk burada değil. Ay gördük arkadaş. Ceyran da gelir bura. Gel bak bura. Bak Ceyran bura gel. Gel bak gel bak. Özünde kardı bir. Tak vurdu elim çünkü özüne vurdu. Ayağın yere vurdu. Ne diyor ya? O aynı görseydin, aynı bir güləşsəydin o olacaq. Aynen. Oraya geldim bir tane buna bakayım. Yere yok dedi. Orada geldi. Ayının qışqırtısını eşitdik də. Üstünde ne var? olur. Möcüzədir hər birisi. Gözəlliyə bax ya. Burada hər mənzərə min xatirə danışır. Hər mənzərə heyranlıq doğurur. Bitki örtüyü o qədər zəngindir ki, dərman bitkilərini sayıb qurtarmaq olmaz. Səmasında qızıl quşlar, qartallar süzür, meşəsində neçə çeşid quş var, heyvan var, bilən yoxdur. 30 il ərzində insanın toxunmadığı bu torpaqlar öz ilkin təravəti ilə yaşayır. Aylar meşənin qoynunda gəzir. Ceyranlar insan nadanlığından xəbərsiz otlayır. Qartallar, qızıl quşlar səmada qıy vurur. Şəlvə. Bu gördüyünüz yol. Ağacları altından suları axan bir cənnətdir. Həqiqətən bir cənnətdir. Azərbaycan 3000 şəhid verdi. Minlərcə gənc əlsiz, ayaqsız qaldı. Ondan ötürü ki, bu yerlərə bir daha ayaq basa bilək. İçməliyik. Təbrizimizi, Zəngəzurumuzu, Borçalımızı, Dumanlar. Turanı qurmalıyıq. Qarabağda çizməliyik. Bəli. Çizmədim özüm qala, çizdim ki izim qala. Salamlayıram bütün dostlarım hamısını buradan. Çox sağ ol. Əldə eləmişəm. Kımızdı! Günəz adam. Heç kəsə tabi deyiləm. Şükür, əlhəmdülillah, Allah'ım böyüklüyünə. Turanın əskəriyəm, Qarabağ fəhləsi.
könüllü dövlət adamıyam. Bax, sənə bir söz deyim. Bəli. Mən inşallah gələcəm sənin yanına bir dəfə. O ki, yaradıcılıq işləri görmüsən, məsələn, heykəllər qoydurmusan, abidələr tikdirmisən. Onları mənə həm göstərəsən, Bəli. həm də tarixçəsini danışasan ki, niyə etdin bunu. Bəli. O işləri göstərəcəksən. Mən də onu bu ölkədə ən azından deyəcəm ki, baxın, bu adamı tanıyın, bu adam kimdir? Bəli. Mən ona görə onu eləyirdim ki, sülh yolu ilə torpaq alınmır, qan yolu ilə alınır. Biz o şəhidlərin memar kimi şəhidlərə heykəllər qoydurmağımız, sağlam cəmiyyət üçün internet sərgi saxlamağımız, orada yetişdirməyimiz, biz Qarabağımızı qanla keçdiyini görürdük. Madəm və göz ona görə deyilir, irəlini görür. Bilir ki, qanla alınacaq. Deyirlər ki, sülhlə alınacaq. Yalan da oldu. Tarixdə elə bir şey yoxdur. Bugünkü gündə də qanla aldıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bax, bu da bu niyyətlə verilir. Yəni, bu şərhə ehtiyacı yoxdur. Nəticə varsa, Xudu müəllim demişlər, sınağa ehtiyac yoxdur. Çox sağ ol, çox sağ ol. Eşq olsun qardaşlar hamımıza. Biz azadıq. Çox şükür ki, torpağımızda nərə çəkirik. Sağ ol müəllim, sağ ol. Laçın günü izlərimə həyan qal. Orada qalan közlərimə həyan qal. Dodağını oğlum baxan bir maral, göy bulağa söykəyəndə an məni. Çəmənləri oxşayanda küləklər, göydən yerə həsəd çəkər mələklər. Baş yurtdakı qoxlanmamış çiçəklər, həsrətimdən pörşüyəndə an məni. Yalqız əlik qatar daşda dayanıb, bərədəki hənirtidən oyanıb, güllələrdən güllə kimi yayınıb, mux tökəndə, tövşəyəndə an məni. Çalbayırdan sürü kəndə enəndə, mələrtidən dağlar, daşlar dinəndə, bir anasız quzu yerə sinəndə, yetim-yetim köyşəyəndə an məni. Payız gələcək yasa batar binələr, tənhalıqdan yer uçunar göymələr, yurd yerində elsiz qalan çeşmələr, üşümüşüm, üşüyəndə an məni. Qohum bildim, qardaş bildim hər dağı, pirim oldu, şah verdilər ocağı, yalmanına yatdığım at şərçağı, buzluyanda, kişniyəndə an məni. Şahmarından əlin üstsə imanlar, gümanımı puç eləsə gümanlar, Borboroğlu dərəsinə dumanlar, ahım kimi çökşəyəndə an məni. Şahmar Ələkbərzadə 1981-ci ildə bu şeiri yazıb.